Sonra isə Allah Azze ve Celle buyurur. Onlar Allahla yanaşı başka bir məbuda yalvarmazlar. Tevhid əhlidirlər. Yaranma səbəbini təhqiq edirlər. Muvahhiddirlər. Tək Allaha ibadət edirlər. Başlarını bununla qaldırırlar. Və bu onların utanc yeri deyil, fəxr yeridir. Dinləridir. Bununla fəxr edirlər. Və bu əqidəni onların qəlbindən, bədənləri tikə-tikə doğransa belə, qəlbləri sinəsindən çıxardılsa belə, dilləri boğazlarından kəsilib çıxardılsa belə kimsə ala bilməz. Bir tevhid, əqidə qəlbə oturduqdan sonra heç bir zaman Allaha qovuşana qədər çıxmaz. Allahın qarşısına o əqidə ilə çıxar. Tək Allaha ibadət etməklə, şirk qoşmamaqla. O kəslər, Allah Azze ve Celle Rahmanın qulları onlara deyir ki, başka bir ilaha yalvarmazlar, kömək diləməzlər, səcdə etməzlər. Adını nə Allahla bərabər, nə də ondan kənarda tək çəkməzlər. Allah özünün adıyla bərabər çəkilməsinə izin verməyib. وَلَا تَدْعُ مَعَ اللّٰهِ Allahla bərabər çəkmə. Allahın adını da çəkirsən, onun da Allah buna izin verməyib, hətta adıyla bərabər çəkilməsinə. Necə tək çağıra bilərsən? Necə tək başqasına yalvara bilərsən? Səni yaratdığı halda, səni səndən öncəkiləri və sonrakıları, bildiyin, bilmədiyin hər bir şeyi var etdiyi halda, tək ilah olduğu halda, necə